Qanın ümumi analizi və yaxud ümumi qan analizi. Vaxtı ikən çox güman ki, bunu kəşf edəndə adını düzgün fikirləşməyiblər. Həmən o keçmiş Sovet dövründə, çünki dünyanın digər ölkələrində bu analizlə tamamilə başqadır. Sadəcə olaraq insanlarda elə bir düşüncə əmələ gəlib ki, biz qanın ümumi analizini verincə bütün bu orqanizmdə olan problemlərin hamısı aşkarlanacaq. Çox üzr istəyirəm. Mən də istəyirəm elə bir analiz olsun, amma belə şey hələ indiyə qədər yoxdur. Qanun ümumi analizi deyincə ilk və son olaraq qanın özünün təhlili nəzərdə tutulur. Bax, bunu yadınızda saxlayın. Qanı təhlil edirik biz. Bəli, qan analizində müəyyən məqamlar var ki, biz ona baxıb nəsə haqqında fikir yürüdə bilərik, amma bu, yəni də təkrar edəcəm, məhz qanın analizidir. Əgər ALT ilə AST-ni qanda verib qaraciyəri yoxlamaq mümkündürsə, qan ümumi analizi ilə qaraciyəri yoxlamaq mümkün deyil. Bax, konu bu konudur. Bizimlə qalın. Burası çox maraqlı olacaq.